Övladım sözümə qulaq asmır. Axı niyə? Bəzən valideyn nə desə övlad eşitmir. Danlayırsan, izah edirsən, amma yenə də nəticə yoxdur. Hətta adamın içində belə bir sual yaranır. Axı niyə mənim uşaqlarım belə oldu? İslamda belə buyurulur. Uşağın davranışı çox vaxt valideynin davranışının əksidir. Yəni övlad sözə yox, gördüyünə tabe olur. Əgər evdə səbir azdırsa, əsəbi mühit varsa, valideyn ibadətdə, əxlaqda nümunə deyilsə, uşaq da təsirlənir. Quran valideynlərə belə xəbərdarlıq edir. Özünüzü və ailənizi oddan qoruyun. Bu ayə göstərir ki, təkcə söz deməklə iş bitmir. Ailəni qorumaq üçün əvvəlcə özünü düzəltmək, evdə gözəl nümunə olmaq lazımdır. Bəzən övladın inadkarlığı bizi qıcıqlandırır. Amma çox vaxt o, məni dinlə demir, məni anla demək istəyir. Unutma, uşaq səslə yox, davranışla tərbiyə olunur. Əmr ilə yox, nümunə ilə. Qışqırıqla yox, mərhəmətlə.